Hər kəsə salam. Mən FES Akademinin kurikulum təlimçisi Hikmət Müsəlov. Bugün 18 iyun 2025-ci il tarixində olan sertifikasiya imtahanına kurikulum üzrə düşmüş suallardan birini sizə izah verəcəm. Aşağıdakılardan hansı formativ qiymətləndirməyə aid deyil? Səhv olanı istəyir bizdən. Tədris prosesinin düzgün istiqamətləndirilməsinə və səmərəliliyin artırılmasına xidmət edilməsi. Bu doğrudur. Formativ qiymətləndirmədə həmişə bildirmişik, istiqamətin verilməsi, rəyin verilməsi və səmərəlilik üçün tədbirlərin aparılması buradadır. Eynilə B bəndi də doğrudur. Şagirdin fəaliyyətini stimullaşdırmaq üçün rəyin verilməsi, rəyin növləri və s. Bunların hamısında formativ qiymətləndirmədə biz keçmişik. Şagirdin təlim nailiyyətlərində olan əsas əlamətlərin üzə çıxarılması. Müəllimlər, təlim nailiyyəti sonda olan bir şeydir. Deməli, bu formativ deyil. Təlim nailiyyətlərini sonda ölçürük və üzə çıxarırıq. Bu summativ qiymətləndirmə aid olduğuna görə C bəndi səhv cavabımızdır. D-yə baxırıq, şagirdlərin öz öyrənmələrini idarə etməyə və özünü qiymətləndirməyə yönəltmək. Bu da doğrudur. Həm özünü qiymətləndirmə, eləcə də yoldaş qiymətləndirilməsi də formativ qiymətləndirməyə aiddir. Və son olaraq, məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərin izlənilməsi. Bəli, nailiyyətlərin izlənilməsi, şagirdin fəaliyyətinin izlənilməsi, istiqamət verilməsi, rəy verilməsi, bütün bu cavablarımız formativ qiymətləndirməyə aiddir. Ona görə sualın cavabı olur C variantı. Videomuzu bəyənin, paylaşın və mütləq izləmədə qalın. İmtahana aid digər sualların izahı da birazdan mənim kanalımda sizə təqdim olunacaq. Sağ olun.